var. Bəli, 1916-cı ildə təyyarə mühərrikləri istehsal edən həmin bu BMW, BMW ya da ki Bayerische Motorenwerke. həmin bu avtomobil firması artıq təyyarə mühərrikləri yox, düzdür, mühərrik düzəldirlər, təyyarə effektini də verir, amma artıq bu avtomobilləri düzəldirlər. Bax bunu düzəldirlər. Ola bilər ki, BMW artıq təyyarə istehsalına məşğul deyil, amma bu təyyarənin cizgilərini, o dizaynı artıq avtomobillərdə də görmək olur. BMW başlanğıcdan bu tərəfə ancaq fokuslanmışdı ki, avtomobil yolu mükəmməl tutmalıdır, avtomobilin mühərriki mükəmməl olmalıdır, avtomobilin interyeri mükəmməl olmalıdır. Düzdür, bəzi şeylərdə ola bilər ki, BMW həmişə problemli olub, amma bu o demək deyil ki, BMW pis maşındır. Məsələn, müəyyən bir insanların xoşuna gəlirsə, deməli, hansısa bir, məsəl üçün BMW, hansısa bir nailiyyəti olub bu avtomobillərin. Yeri gəlmişkən, avtomobilin logosu da elə təyyarənin pəri ilə bağlıdır. Loqotipdəki həmin o göy rənglər pərin fırlanmasını əks etdirir. Məsələn, bunu siz harada görərsiniz? Avtomobilin disklərində. Avtomobilin diskləri fırlananda həmin o təyyarənin mühərrikinin effektini verir biraz. Ola bilər ki, BMW-nin həmişə ən məşhur olan bir zarafatı problemlərinlə bağlıdır, check engine-lə bağlıdır. Amma məncə bu problemlər elə avtomobilin öz ruhunu vurğulayır. Yəni bu problemlər olmasa, bəlkə də biz BMW-ni bu qədər sevməyəcəkdik. BMW də məncə bizim gözümüzdə ümumiyyətlə buna görə bir maraqlı avtomobil olub. Həm də nəzərə alsaq ki, BMW-nin tarixi boyu mükəmməl yarış nəticələri olub. Məsələn, BMW E30 M3 dünyada ən çox yarış qalibiyyəti olan avtomobillərdən biridir. Yəni BMW ancaq fokusunu avtomobilin dinamikasına, avtomobilin yol tutuşuna, avtomobilin mühərrikinə fokuslanıb. Tarixi boyu bu belə olub. Məsələn, ilk BMW M5-də də bu avtomobilin ulu babası E28 M5 sayıla bilər. O da vaxtı ilə dünyanın ilk sedan və sürətli avtomobillərdən biri idi. Həmin o dövrə qədər, hansı ki bu dövr, yəni 1985-ci ildə ilk BMW M5 E28 istehsal edildi. Və bundan sonra demək olar ki, bütün avtomobil mədəniyyəti dəyişdi. Artıq insanlar başa düşdü ki, ailə ilə harasa gedəndə, ümumiyyətlə bütün maşın tam dolu olsa belə, yenə də avtomobilin sürətindən həzz almaq olar. Bu avtomobil E28 M5 idi və ilk BMW M seriyasıdır bu avtomobil. Nəzərə alsaq ki, BMW M-in diviziyası, yəni BMW Motorsport diviziyası 1972-ci ildə yaranılıb. 78-də isə BMW M5 E28 yarandı. Bu illər ərzində, bu boşluqda BMW M, yəni Motorsport ancaq yarış nəticələri ilə maraqlanırdı. Yəni BMW hətta fikirləşmirdi ki, hansısa bir yarış avtomobilinin mühərrikini gündəlik istifadə etdiyimiz avtomobillərə də yerləşdirə bilərik. Bu məntiq yox idi. Amma bu məntiq E28-dən sonra artıq dəyişdi. Və BMW-nin M diviziyasının ilk avtomobili BMW M1 olub. Hansı ki, çox adam içindən qarışıq, həmişə bunu səhv salırıq BMW 1M ilə. Yəni, mən əvvəl səhv salırdım. Həmişə BMW M1 deyəndə bizim hamımızın daha yaxşı tanıdığı E88 idi o Kuzanın adı, səhv eləmirəmsə. E88 1M yadımıza düşür. Amma M1 BMW-nin ilk istehsal elədiyi M avtomobilidir. BMW M-in illərin təcrübəsi artıq günümüzdə M8 kimi qarşımıza çıxır. Siz M8-i sürəndə ümumiyyətlə BMW-nin ən son modellərini sürəndə artıq başa düşürsünüz ki, avtomobil sferası hara kimi gəlib çatıb. Artıq bu avtomobillərdən sonra limitləri test eləməyə ehtiyac yoxdur. Bu avtomobillər limitdədir. Yəni sizə bundan artıq güc lazım deyil. Gücdən söhbət düşmüşkən, bu avtomobilin 4.4 litrlik V8 mühərriki var. Hansı ki, bu Competition versiyasıdır, 625 at gücüdür. Sadə versiyaları isə, yəni adi bildiyimiz M8-lər 600 at gücüdür və 750 Nm tork. Yəni bu avtomobildə bu güc sizə bəs edir. Gücdən söhbət düşmüşkən, məsələn, əvvəlki modellərə baxsaq, BMW M5 F10 560 at gücü ilə arxa çəkən avtomobil ilə o güc sənə limitindən də yuxarıda bir güc idi. Yəni bu avtomobilə, o gücdən artığı onsuz da lazım deyildi. BMW bunu bizim kimi başa düşdü və artıq yeni avtomobillərdə 4 çəkər sistemi tətbiq elədi.
Bu avtomobil hal-hazırda 4 çəkər bir avtomobildir. Lakin siz M2 düyməsinə 2 dəfə orada polis var idi, ona görə biraz qorxdum. 2 dəfə M2 düyməsini sıxmaqla siz artıq arxa çəkər və bütün sistemləri deaktiv eləyib siz bildiyimiz M5 F10 kimi M8-i idarə edə bilərsiniz. Yəqin ki, başa düşürlər də ki, M1, M2-ni özün istədiyin kimi dəyişə bilirsən. Yəni də hamı M-dən başlayır. Onu da deməyə ehtiyac yoxdur. Yəni, bütün şəhər M-sin. Əgər bu lazım olmasa sizə, bu gücü idarə edə bilmirsinizsə, M1 düyməsini basaraq yenidən avtomobili X-Drive eləyə bilərsiniz. Yəni 4 çəkər eləyə bilərsiniz. Bu da sizə 625 at gücündən 625-ini də istifadə eləməyə şərait yaradır. Çünki bu avtomobili arxa çəkən olsaydı, siz 625 at gücünü istifadə eləyə bilməzdiniz. Çünki avtomobil yer tutmur. Ancaq təkəri sürüşməyə meyillidir. Yəni belə deyə bilərəm. Həm də avtomobili idarə eləmək çox çətindir. Bu avtomobilin 0-dan 100-ə sürətlənməsi hamıya yəqin ki, maraqlıdır. Çünki adətən sportkar, sport avtomobillər izləyəndə, onun haqqında məlumat alanda bizə həmişə 0-100 maraqlıdır. Bu avtomobildə 0-100 3.2 saniyədir. Bu saniyəni əldə etməyimiz üçün bizə bir çox köməklər lazımdır. Məsəl üçün, biri də avtomobilin transmissiyası. Burada 8 sürət M-Steptronic, yəni ZF-in 8 HP transmissiyası var. Digər bütün M modellərində olduğu kimi. Çox gözəl transmissiyadır. Hətta ilk oturanda fikir verdim ki, sizdə əvvəlki korobkalarda o hissiyat başqa cür idi. Məsəl üçün, siz upshift'i basanda, pilləni yuxarı qaldıranda maşın bir dənə belə vururdu adam. Burada elə bir şey yoxdur. Məsəl üçün göstərim. 4. Dayanmadan, gücü kəsmədən avtomobil sürətlənir. Bu da 3.2 saniyəni yığmağa böyük bir kömək göstərir. Yəni əvvəlki transmissiyalarda biraz gecikmə və biraz belə narahatlıq var idi. Burada isə o narahatlıq aradan qalxıb tam stabil avtomobil sürətlənir. Yeri gəlmişkən 1900 kiloqram avtomobilin çəkisi var. Yaxşıdır bu boyda maşın. Bəli, yaxşıdır. Təzə M5-ə nəzər salsaq, məsəl üçün 2.5 tona nəzərdə salsaq, 1.9 ton bu avtomobil üçün əladır. Nəzərə alsaq ki, avtomobilin hər yeri dəridir, plasmas yoxdur, hər yeri yüksək keyfiyyətli alüminium, yüksək keyfiyyətli materiallardan istifadə olub, ona görə bu çəkilər artıq günümüzdə normaldır. Hətta nəzərə alsaq ki, BMW M4 artıq 1700-1800 kilolardadır. Yəni, bu avtomobilin 1800 kilodur. Bu avtomobilin 1900 kilo olmağı məntiqlidir məncə. Həm də bir şey deyim, mən bundan əvvəlki generasiyada, belə deyək də, M5 daha çox xoşuma gəlirdi. Amma burada düz bəlkə də cəmaət heyt eləyəcək, amma məncə F90 M5-dən daha gözəl maşındır M8. Məncə də gözəldir, amma F90 M5 elə bil ki, bilmirəm, onu da sürmüşəm. Elə bil sürüş hissəsində biraz daha maraqlıdır. Yəni sən rulun arxasında oturanda M5 F90 biraz daha maraqlı kimi gəlir. Amma ümumiyyətlə M8 bilmirəm izləyicilər bilir yoxsa yox, BMW-nin hiləsidir. Çünki BMW həmişə M6-nı saxlayır, M8-in istehsalına başlayır. Sonra M8-i saxlayır, M6-ya gedir. Əslində ilk 8-ci seriya Y31 səhv eləmirəmsə kodu ilə ilk 8-ci seriyada BMW onsuz da M8 istehsal etməyi fikirləşirdi. Lakin həmin dövrlərdə rasxodlar o qədər böyük idi ki, M8 istehsal eləməyi biraz mənasız kimi gördülər və istehsal dayandırıldı. Əslində avtomobilin konsepti də var idi, avtomobilin mühərrikini də düzəltmişdilər, internetdə araşdırsaz görəcəksiniz. Hətta biz alınsa canlılardan xahiş eləyərəm, qoyar ora. Yəni hər şey hazır idi. Sadəcə o qədər baha başa gəlirdi ki, o avtomobili başa çatdırmaq, seriya istehsalına başlamaq. Ona görə avtomobil orada dayandı. Amma bugün günümüzdə artıq imkanlar əl verir deyə, materiallar ucuzlaşıb deyə artıq M8-i görürük. Düzdür, yenə məncə BMW ilə Candarın dediyi kimi yenə bizə bir oyun oynayıb, M8-i dayandırıb, təzədən M6-nı istehsala buraxacaqlar. 100% bu həmişəki BMW idi. Bunu nəyə görə eləyirlər şirkətlər? Məsəl üçün, bu Mercedes SLS-də də belədir. Müəyyən bir müddətdə avtomobili istehsal edirlər. Məsələn, köhnə 300 SL var idi. Yeni SLS var, hansı ki, hamısı Galving door deyirlər. Yuxarı açılan kəpənəkvari qanadlar, qapılar deyək. Bunu nəyə görə eləyirlər? Avtomobilin bir tarixi yaransın deyə. Yəni, bunu həmişə istehsal eləsələr, bu qapıları, o avtomobilin bir gözəlliyi qalmayacaq. Çünki artıq insanlar ondan demək olar ki, görünüş baxımından yorulacaqlar. BMW də o taktikanı eləyir.
1M məsəl üçün istehsal elədi, sonra 1M-i saxladı, M2 istehsal elədi, sonra yəqin ki M2-ni də saxlayacaq, başqa bir şey istehsal eləyəcək. Bu brendin əfsanələşməsində çox böyük bir rolu var. Bunu da yəni heç nədən eləmirlər. Məsəl üçün M6 artıq getdikcə, illər keçdikcə daha da əfsanəvi bir avtomobil olacaq. Çünki artıq seriya istehsalı dayanıb. Məncə bu videonu izləyən hamı artıq başa düşür ki, biz hal-hazırda Bakının ən gözəl saatında və ən gözəl yolundayıq. Məncə biz hal-hazırda Bakının ən yaxşı dövrünü yaşayırıq. Amma bizi burada narahat eləyən səs boğucumuz var. Onu da sizə indi göstərəcək. Bəli, kağız üzərində olan rəqəmlərdən danışdıq. Avtomobilin sürətlənməsi, avtomobilin çəkisi, gücü, hər şeydən danışdıq, hətta dizayndan da. Amma bu avtomobilin ən maraqlı nöqtəsi sürüşdədir, hansı ki biz indi onu... Yəni, belə bir şey deyim, elə bir avtomobildir ki, siz əvvəl də bu modelləri sürəndə, artıq buna oturanda heç yadırqamırsınız. Elə bil ki, başqa avtomobilə oturmuş kimi hiss eləmirsiniz özünüzü. BMW bütün avtomobillərində məncə sürücüyə eyni hissiyatı verir. Eyni demək olar ki, səs verir. Çünki maşallah BMW artıq bu 4.4 litrlik V8-ni dinozavrların vaxtından bəri istehsal eləyir. Yəni ilk dəfə E39 M5-də bu mühərrikin biraz deyək başqa forması idi. Yəni okey, ola bilər ki, tam başqa formasıdır. Lakin təxmini yaxın litraj və eyni silindir sayı. Onda da V8 idi, bunda da V8-dir. Bu avtomobil də M5 F90 kimi özünü aparır. Demək olar ki, eynidir. Çünki şassi eynidir, mühərrik eynidir. Yəni fərqli bir şey gözləmək olmazdı. Lakin mən bu avtomobili sürən kimi ilk öncə bu transmisiyaya vuruldum. Transmisiya avtomobilin mühərrikinlə mükəmməl işləyir. Yəni başa sala bilmirəm də, gərək oturasınız, bir dənə qaz verəsiniz, başa düşəsiniz ki, korobka, yəni transmisiya mühərriklə necə işləyir. Dəhşətizmdir. Bax, məsəl üçün 7, 6, 5, 4, 3. Fikir verirsiniz, mən tərpənmirəm. Cahandar biraz tərpənir, çünki Cahandar belə oturur. Mən tərpənmirəm. Mən necə rahat formada əyləşmişəmsə, elə də əyləşirəm. Yəni, avtomobil sürətlənən vaxtı sizə heç bir narahatçılıq vermir. Yəni, çox sağ olsun da ki, hansı o Alman olub ki, deyib ki, müəllim, mənim bir dənə ideyam var. Biz qəşəng maşınları istehsal eləyirik. Olar ki, buna daha da sürətli, güclü mühərriklər qoyaq. Bunu M avtomobilləri eləyək. Çox sağ olsun, alnından öpürəm, ölməyibsə. Bəlkə də öyle bütün ki, 70 kənə söhbətidir. Amma sağ olsunlar ki, bizə bu hissləri yaşadırlar. Yəni, hal-hazırda gördüyünüz bu avtomobil haqqında çox danışmaq olar, hədsiz danışmaq olar. Amma ki, sürmək lazımdır, sadəcə sürmək lazımdır. Yəni, bu arxamızda olan, avtomobildə olan hal-hazırda səs boğucu. Bu başqa şeydir. Bu başqa şeydir. Yəni, bu avtomobilin sahibinin əvvəl Aston Martin'i var idi. DB11. 6.75 litrlik mühərriki var idi. V12. Yəni, bu avtomobil alanda çox adam fikirləşdi ki, sən downgrade elədin. Yəni, sən öz daha yaxşı maşınını daha pis maşına dəyişdin. İçi biz qarışıq. Cahandar da belə fikirləşirdi, mən də belə fikirləşirdim. Lakin bu maşına oturanda, ümumiyyətlə sürəndə bütün o fikirlərini unudursan. Yəni, deyirsən ki, səndədir problem əslində, yəni bizdədir problem. Çünki Aston Martin ola bilər ki, İngilis maşınıdır, maraqlıdır, mühərriki qəşəngdir, amma BMW-nin verdiyi hissiyatı verə bilmir. BMW-nin verdiyi o səsi verə bilmir. 12 silindir vermir. Verə bilmir. 12 silindir ola bilər ki, maraqlı səsə malikdir, amma ki, BMW-nin 4 litrlik, 4.4 litrlik V8-nin səsi tam başqadır. Yəni, siz şəhərdə hansısa bir coffee shopda oturanda sizin yanınızdan M5, nə bilim M8, M6 fərqi yoxdur. Hansı keçsin, siz ağlınızda bir dənə düşüncə olur ki, bu M-dir. Yəni, bu digər avtomobillərdə demək olar ki, yəni 812 Ferrari-ni saymasaq, onun özünə məxsus səsi var. Saymasaq, bu avtomobili bilirsən ki, səs hansı avtomobildən gəlir. Və sağ olsun, rəngini də çox maraqlı seçib. BMW-nin individual rəngidir. Yəni, bu haqda da çox danışmaq olar, amma məncə sizə bu kadrları göstərməliyəm.
Bəli, sürüşdə verdiyi hissləri siz avtomobilin yanında, avtomobilə baxanda da eyni hissləri ala bilərsiniz. Çünki avtomobil doğrudan da çox gözəl, çox zövqlə yığılıb. Gördüyünüz kimi burada avtomobilin bütün detalları, demək olar çöl eksteryerinə aid bütün detallar karbon ilə əvəzləşdirilib. Karbonun firması isə Sogo firmasıdır. Ola bilər ki, Kitay firmasıdır, amma keyfiyyəti çox yuxarı keyfiyyətdədir. Burada gördüyünüz kimi bu barmaqlıqlar karbon ilə əvəz olunub. Ön lip karbondur. Burada belə bir karbon detalımız var. Və disklərimiz öndə 21 ölçüdə Brixton Forget'in brushed alüminium, əslində tam da belə alüminium rəngində deyil, amma brushed bir diskdir. Brushed nədir? Diski hazır eləyəndən sonra burada həmin o yontan aparatının öz izləri qalır. Bu da çox maraqlı bir effekt verir. Və burada gördüyünüz kimi karbon seramik disklərin tormozuna sistemin rəngi var, qızıl rəngdə. BMW-lərdə ancaq keramik əylə sistemlərində bu rəng olur. Burada yenə M8 logosunun ətrafında karbon işləmələr var və güzgülərdə karbon işləmələr var. Keçək avtomobilin arxa tərəfinə. Bu hissədə də yenə bizim burada arxa difüzorumuz var. Çox belə böyük difüzordur və biraz sizə deyim yəqin ki, bunun effekti var aerodinamikada. Çünki bu xəttlər, çıxıntılar çox aerodinamik görsənir. Bilmirəm, effekti var yoxsa yox. Burada yenə belə bir böyük bir hissə var. Bunu mən ilk dəfədir görürəm bu detalı. Çünki burada yetərincə yer var, hansı ki əlin bura girir. Deməli sonra bizdə maraqlı bir egzoz sistem var. Bu egzoz sistem full titaniumdur. Yəni Azərbaycanda barmaqla sayılacaq qədər titanium egzoz var hansısa avtomobildə. Bu avtomobildə də var. Full başdan aşağı mühərrikdən başlayaraq sona qədər titanium egzozdur. M8-in əvvəlki versiyasına baxsaq, yəni M6-ya baxsaq, M6-da kupe daha gözəl görsənirdi, amma məncə M8-də Grand Coupe daha maraqlı görsənir, daha gözəl görsənir. Bilmirəm, bəlkə də bu avtomobil gözəldir deyə ola bilər ki, məndə o fikir yaranıb. Gördüyünüz kimi avtomobilin rəngi də sonradan PPF ilə üzlənilib. Bu vinil deyil, bu PPF-dir. Siz vinil olmadığını avtomobilə baxanda hardan hiss edə bilərsiniz. Üzərində vinilin o yaratdığı şaqren yoxdur. Daha çox kraskaya oxşuyur. Bu rəngin adı isə Boston Green-dir. Bu BMW-nin individual bir rəngi sayılır. Yəni siz gərək cibinizdən hansısa bir məbləğdə pulu çıxardıb o rəng üçün verəsiniz. Avtomobilin tavanı karbondur. Bu indiki nəsil avtomobillərdə, sportkarlarda, hamısında, çoxsunda demək olar ki, karbon tavan gəlir. Lakin bu karbon tavan, bilmirəm bilirsiniz yoxsa yox, ilk dəfə BMW M3 avtomobilində istifadə olunub. Yəni karbon tavan əvvəl heç bir avtomobildə demək olar ki, gəlməyib. M3 CSL avtomobilində ilk dəfə 2003-cü ildə avtomobilə karbon tavan quraşdırıblar. O vaxta kimi bu texnologiya, yəni bu aksesuar deyək, indi o vaxta kimi yox idi. Yəni 2003-dən sonra artıq digər brendlər də öz avtomobillərində karbon tavan quraşdırmağa başladılar. Və avtomobilin salonu da çox maraqlıdır. Sağ olsun avtomobilin yiyəsi, sahibi avtomobili bu salonu şüşələri plyonka etməklə, şüşələri qaraltmaqla bu gözəllikdən bizi məhrum eləməyib. Burada gördüyünüz kimi hər yer şəffafdır. Heç bir örtük yoxdur burada. Avtomobilin salonu daha yaxşı görürsünüz. Hətta arxada belə heç bir plyonka yoxdur. Avtomobilin yanında dayanıb saatlarla izləmək olar. Saatlarla danışmağa ehtiyac yoxdur. Çünki bu avtomobilin ən əsas hissəsi, ən həssas hissi avtomobili sürəndədir. Keçək sürüşə. Artıq qayıtdınız. Yeri gəlmişkən fikir verirsinizsə, orada səs tonum çox aşağıdadır. Çünki artıq avtomobil adama o qədər həzz verir ki, sən heç nəyə fikirləşmirsən. Sən sadəcə beynində bir dənə şey var. Necə edim ki, bu avtomobili məndə alım. Çünki avtomobilin verdiyi emosiyalar sizi biraz depressiyaya salır. Siz fikirləşirsiniz ki, mən də bunu almalıyam, mən də bunu sürməliyəm. Çox fərqli hisslərdir. Kaş ki, hamı bu hissləri yaşaya bilər, amma bəzi gözəlliklər sadəcə onun üçün əziyyət çəkib onu əldə eləməlisən. Yəni, heç kim gəlib demir ki, gələ bunu sənə verirəm. Belə bir məsələ yoxdur, ona görə xahiş edirəm, işləyin ki, hamı bunu ala bilsin, sürə bilsin. Nəzərinizi çatdırım ki, bu avtomobildə 21 ölçüdə disk təkər var. Hal-hazırda biz beton yolla gedirik. Adətən burada belə beton yolun verdiyi narahatçılıqlar var. Bu narahatçılıqlar yoxdur. Nəzərə alsaq ki, biz M1 modundayıq. Bunu hətta
dəyişə bilərik biz komforta. Hətta sənə deyim ki, çox dəyişiklik hiss olundu. Maşın başqa maşın olur elə bil ki. Bana fikir verin. Askı sistemi də sərtləşir, səs də dəyişir. Yəni tamamilə başqa atmosfer olur. Lakin komfort alanda sakit belə sükanı ayağından saxla, düz yolunu get. Qanunsuz. Özür istəyirəm. Əlini rulda saxla və düz get. Avtomobilin 21'lik diski var, amma o narahatçılıq yoxdur. Siz stabil olaraq yolda rahat formada gedirsiniz. O xırda yamka deyirlər, rus dillilər. O nədir? Çıxırlar, xırda çıxırlar hiss olunmur. Çox rahatdır. Və bu avtomobilin askı sistemi də bir qədər aşağıdadır. Buna baxmayaraq avtomobil bildiyin o nöqtə olur, ideal bir nöqtə olur. Yəni Instagramda o gif var, dartırsan belə ən axıra kimi. Onu həmişə dartanda necə xoşdur, adamı belə ləzzət eləyir ki, o ayda ideallıqda axıra kimi o alovu dartdım belə, adama bir həzz verir. Bu da o nöqtədədir. Elə bil ki, nə artığı lazımdır sənə, nə də bundan aşağısı lazımdır. Hal-hazırda bir dənə oranı çək. Yəni, ümid edirəm, artıq atmosferi başa düşə bilirsiniz də ki, biz hal-hazırda hansı atmosferdəyik. Məncə beton yol bitməmişdən əvvəl. Dostlar, bu avtomobil sizdə varsa, siz digər bütün pis vərdişlərinizdən uzaq olursunuz. Çünki sizin həmin pis vərdişlər haqqında fikirləşməyə vaxtınız olmur və heç halınız da olmur. Çünki bütün həyatda olan bütün həzzi, siz əgər avtomobil sevər bir insansınızsa, bütün həzzi bu avtomobildən çıxarda bilərsiniz. Sizə digər heç bir pis vərdişlər lazım deyil. Bizim onsuz da yalnız bir dənə pis vərdişimiz var, o da məncə avtomobillərdir. Canlardan kameranı aldım ki, sizə bu hissləri biraz daha yaxşı ötürüm. Yəni, gördüyünüz kimi belə bir görüntü. Burada canlıları da görə bilərsiniz. Ümidvarım ki, hiss edə bildilər. Mən də çox sevinərdim bu hissləri videoya baxanda az da olsa hiss eləyim. Dostlar, videomuz bu qədər. Ümid eləyirəm ki, biz fikir verimizsə çox gec-gec videolar paylaşırıq. Ümid eləyirəm ki, biz 5-ci videomuzu paylaşanda siz də bu avtomobillərdən birinə sahib olarsınız. Görüşərik. Subscribe. Hatta oradan zəhmət olmasa yaddan çıxartmayın. Like və subscribe olun ki, biz də sizə belə maraqlı avtomobillər təqdim edək. Təzə M5 G90 görəsən necədir?